Növbəti xəbərimiz xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematografçılar İttifaqının sədri seçilib. Bu barədə Azərbaycan Kinematografçılar İttifaqı və Azərbaycan Respublikası Kinematografçılar İttifaqının birləşməsi ilə bağlı keçirilən konfransda yekdillik ilə qərar qəbul olunub. Sədr seçilən Rasim Balayev çıxışında Şəfiqə Məmmədovanın namizədliyini geri götürəcəyini gözləmədiyini deyib və ona etimad göstərənlərə təşəkkürünü bildirib. Qeyd edək ki, tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematografçılar İttifaqı olub. Bu günləri Azərbaycan kinosu demək olar ki, reanimasiyadadır, xəstədir. Bunun dirilmə imkanı var. Bilin ki, bu ittifaq təkcə orada 2-3 nəfərin işləyən adamların deyil. Bu sizin hamınızın ittifaqıdır. Bu ittifaqı biz lazım gələndə hökumətdən də, nazirlikdən də öz tələblərimizi eləyəcəyik. Nə bizdən asılıdır, hamısını eləyəcəyik ki, tək bir işin naminə, Azərbaycan kinosunun naminə